sakinləri torpaq çərşənbəsinə burada yaşıllaşdırma və abadlıq işlərindən başlayıblar. Torpağın qış yuxusundan oyanması və canlanmasının rəmzi olaraq mərkəzi yolda qızılgül kolları əkilib. Həyətdəki meyvə ağaclarının dibi belirlenib. Kəndin mərkəzində bayram süfrəsi açılıb. Nələr yoxdur süfrədə? Düzəldilmiş səməni, boyanmış yumurta və müxtəlif bayram şirniyyatları. Xrakobanın il axır çərşənbəsinə Gül pəhləvanları, Gülnası dəstəsi də dəvət olunub. Əvvəlcə Qubanın Möhüc kəndindən olan Məmməd Hüseynovar ailəsinin üzvləri sim üzərində müxtəlif nömrələr göstərdilər. Musarlı Güc Pəhləvanın Müslüm və onun 15 yaşlı oğlu Qumral Məlikov da tamaşaçılara öz qollarının gücünü nümayiş etdirdilər. Daha sonra Azərbaycanın bölgələrindən birinə məxsus olan qatar formalı yumurta döyüşdürmə oyunu oynanıldı. Oyunun qaydasına görə 4 nəfər gənc yerə düzülən 60 ədəd yumurtanı döyüşdürürlər. Sonra kimin yumurtası salamat qalsa, əzilən 59 ədəd yumurta onun olur. Xaçmaz rayonunun Xrakoba kəndinin sakinləri ilk dəfə olaraq torpaq çərşənbəsini və qarşıdan gələn Novruz bayramını bax beləcə Tonqal daşında xüsusi şənliklə qeyd edirlər. Yaşadığı Xrakobada çərşənbə şənliyi axşama dək davam etdi. Xaçmazın Xrakoba kəndindən bahar salamları ilə Aytəkin Alkaslı, Rauf Əhmədov, Aynur.